Vaxtın az olduğuna görə çeşitdə yazıb tez-tez izah edeyim. Deməli, Qaraqoyunlu və Ağqoyunlu dövlətin sosial-iqtisadi həyatı və mədəniyyəti danışacaq. Dövlətin başında padşah durur və ya da biz ona sultan deyə bilərik. Məsələn, uzun desən, sultan titulunu qəbul edir. Həm padşah, həm də sultan durur və sultan padşah qeyri-məhdud hakimiyyət nümayiş edir. Qeyri-məhdud, yəni istədiyi hər şeyi edə bilər deməkdir. Yaxşı, ikinci şəxs kimdir? Əmir əl-Ümərə. Əmir əl-Ümərə, adı üstünə baxın, əmirdir. Yəni, nədir? Qoşunun başçısıdır. Qoşunu kimlərdən təyin olunur? Yəni, qoşun başçısı kimlərdən təyin olunur? Ya sülalənin üzvlərindən olur, ya da köçmə türk əyanlarından olur. Və hökmdar ona, belə deyək, bu vəzifəni şəxsən verir. Yəni, əmir əl-Ümərə vəzifəsini şəxsən verir. Hökmdarın verdiyi qanunlarda, yəni, mütləq şəkildə yerinə yetirməlidir. Əmir sözünü yadınızda saxlayırsınız, qoşunun rəhbəridir. Gəlir Sədr Əzəl. Sədr Əzəldən də yadınızda saxlayın ki, dini işlərə baxır və dini idarələrə nəzarət edən şəxsə deyirlər və müsəlmanların, belə deyək də, başçısı hesab olur. Və vəzifədən gəlirlər Sədr Əzələ tapşırılır. Daha sonra gəlir baş vəzirə. Baş vəzir nə işə baxacaq? Məclislərin gəlirlərə, maliyyə işlərinə və ali divanın, yəni belə deyək, sahibi divan hesab olunur. Sahibi divandır. Kəndaş, biri var kəndaş, bir də var ali divan. Bunun ikisinin fərqini bilək. Ali divanın məşvərətçi orqanıdır, yəni orada sarayda olan şəxslər mühüm məsələlər həll edirlər. Kəndaş isə sülalənin üzvlərindən toplanılır və qapalı məşvərət orqanıdır. Burada daha çox taxtaca kim gələcək, hansı müharibələrə eləyək, hansı sülhlərə imzalana, o məsələlər mübarizə olunur. Kəndaş sözünü qıdan yanında saxlayın qapalıdır, Sədr Əzəldə dindən yanında saxlayın dini işlərə baxan şəxs deyil. Sonra eşik kəmazı, qapıcı, xəzinədar kimi vəzifələr var, bunlar o qədər lazım deyil. Gəldik qazıya. Qazılar həmişə ərəblər dövründə də belədir. Məhkəmə işlərə baxır və dini işlərə rəhbərlik edir və məhkəmə şəriət qanunları əsasında aparılır. Şəriətdə fikir verir. Elata nəzarət, belə deyək də, elata yaxşı nəzarət edə bilmirlər. Bir çox soyqal payladıqlarına görə Qaraqoyunlu və Ağqoyunlu dövləti yazı saxlayır, mərkəzləşmiş dövlət hesab oluna bilməz. Gəlir ordu iki hissəyə bölünür. Dərsə getməli, ona görə siz danışam. Deməli, elatlar var, bir də xəstə əsgərlər var. Elatlar kimlərdir? Elatlar müharibə zamanı döyüşəcəklər, xəstə əsgərlər isə daimi dövlətin qoşunu, yəni orada düzülürlər və dövlətdən birləş verici alırlar. Nə vaxt ki, müharibə oldu, ana gedəcəklər müharibəyə. Gəldik Qarabağ. Qarabağ DQ kəşfiyyat işlərinə baxandır. Təvati müharibə ərəfəsində qoşun toplayan şəxsdir və qoşun musiqi əsasına aparılır. Zurna ilə çalanda müharibəyə gedirlər, nədə onadır? Adıya qoşur, nağara. Nağara ilə çalırsa, müharibədən çıxandırsa, nağara ilə gəlirlər. Yəni, çox yaxşı, musiqi çünki döyüş ruhunu artıran bir məsələdir. Sonra gəlir nəyə? Vericilər, mal cəhət, məhsul vericisi, bəhrə, su vericisi, siz yəni hamı bilirlər, nizam vericisi, çoban bəyi, abdüstə çoban bəyi, çoban, maldarlar gedir, otlatdan istifadə edir, onun əsasında dövlətə verici edir. Tamamha isə sənətkar və tazirlərdən alınan vericisi və Monqollar dövründə yaranmışdır. Bu olduğu bizim nələrimiz? Vericilərimiz. Gəlir torpağa. Divan, xəstə, mülk, vərq, bunların hamısı bilirsiniz. Soyqal bilirsiniz. Soyqal nədir? İrsən keçən torpaqdır və iqtidan fərqli olaraq verici ödəmir, verici toxunulmazlığı var. İrsi keçən və verici toxunulmazlığı var. Gəldik memarlıq abidələrdə. 15-ci əsrdə memarlıq abidələri Təbrizdə 2 dənə, 1461-65 Böyük məscid Cahanşaha aiddir, 1483 Həşveş sarayı Yaqub Paşaha aiddir. Cahanşah Qaraqoyunlu hökmdarıdır, Yaqub Paşa isə Ağqoyunlu hökmdarıdır. Bir də Uzun Həsənin dövründə Həsən məscidi və Qeysəriyyə bazarı var, Uzun Həsənə aiddir. Gəldik Saray Xatun dövründə olanlara. Saray Xatun dövründə deməli Anadoluda Harput şəhərində Buğday məscidi var, bir də Cəmşid hamamı var. Buğday ilə Cəmşid Saray Xatuna aiddir, Uzun Həsən məscidi Qeysər isə Uzun Həsənə aiddir. Bir də 15-ci əsrə aid olan Şirvanşah Saray kompleksi var. Bütün bunlar 15-ci əsrə aid olan memarlıq abidələridir. Yalnızda burada fikir verin, soyqallar fikir verin, çünki soyqal Qaraqoyunlu Ağqoyunlu dövlətində yaranıbdır. Bu ikisi də mərkəzləşmiş dövlət deyillər. Uzun Həsənlə Qarayüzü Quranın türkünə tərcümə edən şəxslərdir. Yəni köçərlərə qarşı mübarizə aparanlar deməli Uzun Həsəndir, Cahanşahdır, bir də Gödək Əhməddir. Amma yarım köçərlər önə çəkən kimdir? Rüstəm padşahdır. Bu fərqlərə fikir verin. Yaxşı, adil hökmdar Uzun Həsəndir, bunları hamısını sizə demişdim. Bir də üzüyünün qarşında ifadə var, iki dəfə demişdim, o da Qarayüzüfə aiddir. Yaxşı, kənd qarşında hərflə yazı saxlığında qapalı məşvərət orqanıdır, Sədr Əzəl dini işlərə baxır, sonra nə deyim, Qarabağ kəşfiyyat işlərə baxır, Təvati isə müharibə vaxtı deməli qoşun toplayan şəxsdir. Bu qədər.